Salam dəyərli ailə canlılar, salam dəyərli ailələrimiz. Hər zaman belə müraciət edirəm sizə. Çünki bilirəm ki, bu proyekti izləyən bütün tamaşaçılar məhz ailəyə bağlı olan insanlardır. Əsasən və yaxud da ki, hələ ailə qurmamış, amma ailə qurma haqqında düşünən və buna cəsarət tapmaq istəyən insanlardır. Ümid edirəm ki, həmin bu insanlar üçün bir yol göstəricisi ola biləcək bu Ailəcanlı layihəsi və inşallah ki, ailələrimizin gözəl təməl üzərində qurulan ailələrin sayı gün-gündən artacaq. Bugünkü buraxılışın qonağı Azərbaycana gələndə tanış olmuşam bu xanımla, amma sanki illərdir tanıdığım bir hiss yaradıb məndə və düşündüm ki, Ailəcanlının layihəsində məhz bu xanımın mütləq şəkildə rolu olmalıdır, xüsusi bir yeri olmalıdır. Düşünürəm ki, bu ümumiyyətlə veriliş müddətində siz özünüz də bunun təsdiqini tapacaqsınız. Qonağım Vüsalə xanım Əmirova, klinik psixoloq. Xoş gəlmisiniz Vüsalə xanım. Xoş gördük, xoş Sizi gəldiniz. layihəmdə görmək xoşdur mənim üçün. İstəyirsinizsə bir izləyicilərimizlə salamlaşın. Özünüzü necə təqdim etmək istəyirsinizsə, necə sizin ruhunuza, enerjinizə xoşdursa, təqdim edin və başlayaq. Salam, xoş gördük Dilarə xanım, xoş gəlibsiz. Klinik psixoloq Vüsalə Əmirova. Özümü təqdim edəndə həmişə belə təqdim etməyi sevirəm. Ölkəsini, xalqını, millətini düşünən bir xanım. Ondan sonra isə dünyada olan insani keyfiyyəti yuxarıda olan insanları düşünən bir xanım. Amma bizim bu sonunda maddi statuslarımız da lazımdır. Bu tərəfdən təqdim edəndə isə Baku Medical Plazanın klinik psixoloqu, Diamond Center və Diamond Akademinin təsisçisi, direktoru. Bununla yanaşı böyük qürur hissi ilə dediyim doğuşdan əvvəl ata və analarla görüş layihəsinin, doğuşdan sonra xanımlarımızla görüş layihəsinin müəllifiyəm. Məqsədim nədir? Doğuş etməmişdən əvvəl ata-analar fiziki hazırlığı yoxlanıldığı kimi psixoloji hazırlığı da yoxlanılmalıdır. Onlar harda əskikdir, harda boşluqları var, onlar təyin olunmalıdır və doğuşdan sonra xanımlarımızın yaşadığı yetərsizlik sindromundan postpatrol vəziyyətlərini qiymətləndirmək üçün analarla görüş layihəsinin müəllifiyəm. Məqsədim yetərli, sağlam qadın, sağlam ailə, sağlam gələcək. Bu devizi daha düzgün formada ölkəmizdə inkişaf elətdirmək. Ümumiyyətlə layihə deyəndə insanın ağlına bir iş, böyük bir iş gəlir. İlk öncə zəhmət, yəni hər hansı bir layihənin ortaya ərsəyə gəlməsi üçün müəyyən bir zaman lazımdır, səbr lazımdır. Komanda, yaxşı bir komanda lazımdır ki, çalışanda heç bir, yəni əziyyət çəkməyəsən, səni anlayan insanlar olsun əhatənizdə. Mərkəz olaraq ümumiyyətlə formalaşmaq fikri hardan ağlınıza gəldi? İlk öncə onu istəyirəm sual verim ki, çünki mərkəzdəyik, istəyirəm biraz bu haqqda danışaq. İlk olaraq psixoloji sağlam insanın təhsilə marağı daha artıq olur. Cəmiyyətimizdə psixoloji sağlam insanların sayını artırmaq və bir növ rahatlıq tapıb sonra təhsilə yönəlməyin məqsədi. Psixoloji sağlam insanın təhsil etdiyi yatırım gələcəkdə daha faydalı formada özünə, ailəsinə və ətrafına yayılır. Bu məqsədlə yola çıxdım. Niyə psixologiya və təhsil ikisi vəhdətdə? Ataların, anaların psixoloji sağlamlığına xidmət edəndə uşaqlar da rahat oxuyur. Diqqət əskikliyi, hiperaktiv olan uşaqları həmişə görürdüm, müşahidə edirdim. Düşünürdüm ki, bu problem bu uşaqlarda deyil. Onların böyüdüyü evdə, gördüyü valideyn obrazlarındadır. Bəs bunu necə həll edək? Bu istiqamətdə ikisini bir araya birləşdirmək niyyətinə düşdüm. Xəstəxanada da doğuşdan əvvəl ata və anaları görürəm. Ölkəmizdə ümumi statistik vəziyyətin nə yerdə olduğunu bilirəm, təxmini. Bu mərkəzi yaratmaqda məqsəd sırf həm uşağa bir tərəfli yox. Uşaqdan istənilir, diqqət əskikliyi var, amma ata ilə ailə işlənilmir. Heç bir nəticə vermir. Uşaqla uşaq psixoloqumuz işləyəndə cütlük terapisti kimi özüm və komandamda könüllü olaraq istəyənlər işləyir. Məqsədim ailəni hər tərəfli, ailə psixoloqu qavrayışın ölkəmizdə təməlini qoymaq, ona doğru addımlar atmaq. Uşağın diqqət əskikliyinin kök səbəbləri var, genetik faktoru var, mühiti var. Bugünkü gündə biz o balaca çiyinlərdən yükü istəməyək, bütün ailəyə bölək və həmin körpənin də sağalmağına daha bir addım ataq ki, daha ona doğru gedək. Xəstəxanada bu işin təməlini görürük. Təməli orada qoyuruq. Doğuşdan əvvəl ana və atalara psixoloji vəziyyəti, uşaqla necə davranmaq lazımdır. 0-2 yaş bilirsiniz, çox önəmli bir dönəmdir. 0-2 yaşda uşaqla davranılan bütün davranışlar, 0-6 yaş gələcəkdə həyatın
tam ifa edir. Valideynlər bəzən bilmirlər, bilərək etmirlər, mühitin təsirinə düşürlər. Biz bunu xəstəxanada deyirik. Sonra seans istəyəndə bəzən olur ki, xəstəxana mühitində özlərini rahat hiss eləmirlər və yaxud uşaqlar narahat olur. Onda mərkəzə doğru yönləndiririk. Mərkəzdə də isə onlar artıq psixoloji sağlam olandan sonra həmin uşaq oxumaq istəyir. Oxumaq istəyirsə ölkəmizdə buyurub oxuya bilər. Xaricdə oxumaq istəyirsə nə gözəl, xaricdə oxuyub ölkəmizə qayıdan, dəyərlərə sadiq gənclərimizin sayını artırır. Analarımız, xanımlarımız həqiqətən övlad dünyaya gətirməyə və bu qədər müddətdir işləyirsiniz xəstəxanada və Baku Medical Plaza ümumiyyətlə doğum şöbəsi ilə məşhur bir xəstəxanadır və demək olar ki, hər gün siz bu analarla ünsiyyətdə olursunuz. Analarımız ümumiyyətlə övlad dünyaya gətirməyə hazırdırmı? İlk olaraq belə başlayım. Mən xəstəxanada bu ideya ağlıma gələndə ilk təsisçiyə və direktora danışdım. Belə bir düşüncədəyəm. Qadınlarımız necə fiziki hazırlığı doğuşdan əvvəl yoxlanılır. Bir psixoloji hazırlıqları da yoxlanılsın və düzgün olanları bilsinlər. Çünki siz özünüz də yaxşı bilirsiniz, bu xaricdə normal bir şeydir. Doğuşdan əvvəl psixoloji seans, kardioloq kimi psixoloji seans normaldır. Bizdə niyə yoxdur? Biz ilk vaxtlar əziyyət çəkərək bunu gətirdik. Bunu mən xüsusi vurğulayıram və bu məni incidən bir məqamlardandır. Məqsədim nədir? Ölkəmdə olan o kütlə artıq seansa girib çıxanda məlumatı olsun. Uşaq psixologiyası ilə bağlı bir kitab oxusun və yaxud da bir problemi olanda postpatrul müddətində hansı yerə müraciət etmək lazımdır, bilsin bilməyinə. İlk gətirəndə özüm tək qəbul edirdim. Bunu heç unutmuram. 3 ayın sonunda tükənmişlik sindromu başladı özümdə. Çünki eşitdiyim və gördüklərim, müşahidə etdiklərim komandam yavaş-yavaş formalaşdı və təmənnasız edirdim bunu. Sadəcə ölkəmi, xalqımı, millətimi düşünən bir xanım kimi və təşəkkür edirəm bu şəraiti mənə yaratmışdılar. Hər ay bizim bir hardasa 400-ə yaxın qadını, 500-ə yaxın qadını ailəni görürük. Biz analiz edirik. Vəziyyət nə yerdədir? Psixoloji vəziyyət o qədər ürəkaçan deyil. Çünki yetişkin obrazında evlənən gənclərimizin sayı azdır. Yetişkin obrazı həyatda öhdəliyin, məsuliyyətin götürmək bilən, özü böyüməmiş anası olmağa hazırdır. Olsun, nə gözəl, hər evlərdən körpə səsi gəlsin. Amma bu fiziki hazırlığa biraz da psixoloji hazırlıq əlavə edəndə daha yaxşı. Uşağı doğub qucağına almağa qorxur, ehtiyat edir, yetərsizlik duyğusu və ətrafda qəribə bir, mənə xoş olmayan nüans və məqam, hamının bir analıq yarışdırmaq görürəm. Gənc anadır, bilmir. Onsuz da fiziki olaraq immunitet biraz aşağıdır. Bizdə biraz hamilələrlə xəstə kimi davranırlar. Sevmədiyim bir nüansdır. Qaynana, ana xəstə və uşaq kimi davranır. Qeyd edirəm ki, hamilə qadın ən sağlam qadındır, ən güclü qadındır. O davranış da hardasa hansısa bir duyğusunu almamış qıza sərf edir. Yetərsizlik duyğusu. Və uşağa yetərli bir ana olmağın yerinə özünü toparlayıb bir psixoloji olaraq mən buradayam, mən bir sağlam anayam, qorxunun bir qəribə bir vəziyyətinə düşür. Biz bunu əlbəttə ilk görəndən anlayırıq. Sadəcə bizim məqsədimiz onu anlamaq, özü hazır olanda. Biz onsuz da bilirik ki, bu qadın bir 3 seansa, 5 seansa hazırdır. Amma özü hazır olmağının fərqindəliyinin artması üçün şərait yaradırıq. Ona yetərli olduğunu, onsuz da ən gözəl ana onu bioloji dünyaya gətirən anadır. Bu zaman isə qadınlar bir-biri ilə qəribə. Məsələn, gəlir elementar müqayisə edirlər. Məsələn, filan kəsin arğısı bu qədər. Deyim, sizə kim deyir ki, sizdə də olmalıdır. Niyə uğurlu xanımlarla oturub durmursunuz? Daha uğurlu ana modeli, doğuşdan zövq alan, analıqdan zövq alan, ana südü verməkdən zövq alan. İnsan beyninin belə bir işləməsi var. Qorxduğumuz yerə meyl edir yax etməyimizə. Amma biz istəyirik ki, daha analıqdan zövq alan, uşağa körpəyə süd verməkdən danışan xanımlarımız olur. Mən son zamanlar istəyirəm o xanımları daha üzə çıxardım ki, gənc qızlarımıza cəsarət versin. Yəni uşağın geyimindən, uşağın fiziki görünüşündən çox onun mənəvi bağı, ana südü ilə qidalanmağı nə qədər yaxşıdır, bətnində olanda onunla danışmağı nə qədər yaxşıdır, hisslərin, həyəcanların, duyğuların idarə edib körpəyə vermə. Bu biraz təəssüflə qeyd edirəm ki, biraz yaşayırıq orada. Zamanın məqsədimiz onu düzəltməkdir. Cəmiyyət olaraq müdaxilə eləmək, başqasının ailəsində nəsə axtarmaq, ora müdaxilə eləmək, özünü başqasının yerinə qoymaq, biraz bu inanc sistemlərimiz güclü inkişaf edib. Onunla bacardıqca cəmiyyət düzdür, hər bir insan artıq elə dövrdəyik ki,
öz inancları üzərində artıq bir oyanış var və işləməyə başlayırlar. Amma bir insan çalışır, iki insan çalışır, amma ailənin bütün fərdlərini bunu tətbiq eləmək biraz çətin olur. Ana amma əgər psixoloji olaraq sağlam olursa Güclüdür. və nə istədiyini bilirsə, məsələn, mən övlad dünyaya gətirirəm, mən övladımı bu şəkildə dünyaya gətirəcəm, bu şərtlərlə böyüdəcəm. Yəni heç bir kənar müdaxiləyə icazə vermədən, amma bu əminliyi özündə, yəni həqiqətən o deyir, yəni görünüşün arxasında hərəkət də olmaq şərti ilə əgər bacarırsa, düşünürəm ki, digər ailə üzvləri də vallah rahatlanır. Yəni nəyə lazımdır məsələn qaynananın körpəylə çox necə deyim, müdaxilə eləməyinə, körpənin sağlamlığına, psixoloji durumuna və yaxud və s. Əslində hərə öz işini ailədə düzgün, yəni rolunu yerinə yetirdikdə qadın da rahat olur, ana da rahat olur, digər ailə üzvləri də rahat olur. Xanımlarımızı bu yöndə istiqamətləndirmək hansı addımları ata bilərlər? Mən bu layihədən sonra bəlkə də ən böyük arzularımdan biri odur ki, bizim gənclərimiz evlənməmişdən əvvəl seans götürsünlər. Burada məqsəd nədir? Onlar bir yetişkin obrazların, yetişkin kimliklərini qəbul etsinlər. Təkcə xanımlar yoxsa bəylər də bura Xanımlar da, aiddir? bəylər də. Çünki o evə daxil olanda artıq bir yetişkin. Həmişə bir nüansı qeyd edirəm. Böyüdüyümüz ailə bizim komfort alanımızdır. Bizdə gənclər oradan çıxmaq istəmirlər. Böyüdüyü ailədə uşaq obrazındadılar, qurduğu ailədə isə yetişkin obrazındadılar. O yetişkin obrazına keçid edəndə böyüdüyü ailədə bir boşluq yaranır axı istər-istəməz. Artıq burada bir uşaq yoxdur. Bizdə o böyüdüyü ailədə buraxmaq istəmir. Hər iki tərəfin böyüdüyü ailə. Ortada yeni bir qurulmuş ailə modeli var. O deyir mənim oğlum haqlıdır, bu deyir mənim qızım haqlıdır. Qəribə bir ego savaşı başlanılır. Siz bilirsiniz, mən boşanmalara qarşı olan bir mütəxəssis olduğum üçün də bu nüanslar xüsusi qarşıma gəlir. Mənim atam anam haqlıdır, mənim atam anam haqlıdır. Bu zaman onlar bir fərqində olurlar ki, biz artıq 0-18 yaş uşaq deyilik, 18-25 yaş yeniyetmə deyilik. Yetişkin bir insanıq. Fiziki yetişkin olduğumuz qədər psixoloji yetişkin də olmağımız var. Bizim bu evlilikdə ortaq cəhətlərimiz sevgi əlbəttə, etiraz duyğusu, sevgi duyğusu və bunun da qarşılığında bir-birimizə hörmətimiz var və sərhədlərimiz var. Bizdə bu xaos dönəmində ailə quranda artıq qadın nəsə demək istəyir. Məsələn, bəzən məndə xanımlar gəlir, düz deyir, amma deyə bilmir. Demək şəkli düzgün deyil yəqin. Bəli, demək şəkli də düzgün deyil. Deyir, mən deyərəm, məni pis başa düşərlər. Deyirəm, baxın, o ev sizindir artıq. O mətbəx sizindir artıq. Əgər bu evdə bu gün sözünüzü deməyi bilməsəz, sabah o uşaq da sözünü demir. O uşaq da utanır, sıxılır. Məktəbə mən keçən ilə qədər yarı məktəbdə işləyirdim, yarı xəstəxanada işləyirdim. Planlı ilə işləyirdim. Uşaqları məktəbdə də müşahidə edirdim. Xəstəxanada da anataları müşahidə edirdim. Uşaq gəlir sakit, utanır, sözünü deyə bilmir. Valideyn deyir, sözünü desin. Axı deməyib. Onun anası, atası sözünü deməyib, haqqını tələb etməyibsə, mən artıq bir yetişkin xanımam və yaxud da yetişkin bəyəm. O böyüdüyüm ailənin uşağı deyiləm. Bunu bədən dili ilə, danışığı ilə və ən əsas da davranışı ilə. Artıq hər iki ailəyə mesajını verin də gənc. Və həmişə də nüans xüsusi qeyd edirəm yeni illərə 0-5 il tanışlıq dönəmidir. Ailələr yarışır. Ailədə çox xoş olmayan bir nüanslardır. Böyüklərə hörmətim sonsuzdur. Mən zarafat edirəm həmişə onlarına. Deyirəm sizin tanqonuz bitdi artıq. Gənclərin tanqo dönəmidir. Siz də gedin bir-birinizdən zövq alın. 50-60 yaş siz özünüz indi Amerikada görübsüz. Türklər nə qədər bir-birlərindən zövq alırlar. Mən alman qocalarına baxıram, həsrətlə baxıram. Velosiped sürür, yürüyüş edir, əylənirlər, tango oynayırlar. Bizdə o qədər öz həyatlarına və maraqları yoxdur ki, yönəlirlər uşaqlara. Uşaqlar da buraxsalar daha yaxşı, daha keyfiyyətli evlilik edərlər. Sanki öz həyatlarında etdikləri bəzi səhvləri, qorxularını, səhvlərini övladlarında görməmək üçün, yenə də biraz egoist bir şey yaranır da burada. Öz kopyamızı artırmağa çalışırıq da. Niyə? Harda sözümüz etməmişik, cəsarətləri olmayıb. Mən həmişə bunu deyirəm ki, mən istəmirəm mənim qızımın filan problem, sizin olmasın o problem. Sahəni seçməyinə belə qarşılar. Yəni mən həkim ola bilməmişəm, sən həkim ol. Mən nə bilim hüquqşünas olmadım, sən ol. Övladlara yarım qalan arzuların davamı kimi baxılır. Burada da ki yaş limitsiz bir şeydir. Rəqəmlər yəni ruhun duyan, enerjisi olan insanlar üçün boş bir rəqəmlərdir. Özləri fərqində olub yaşasınlar. Mən deyirəm, özünüz yaşayın. Nə arzulayırsınız, nə istəyirsiniz? Nəvi oynatmaq üçün uşaq dünyaya gətir deyən böyüklərimiz var. Bəzən bu məni o qədər narahat. Qarşımda oturub
qız hazır deyil analığa, bədən dilindən, davranışından bilinir və qorxur. Qorxduğu üçün də qaynanam baxar, anam baxar, uşağın ana-ata obrazına başqaları artıq girdi. Bəli. O uşaq böyüyəndə nənənin, babanın ərçöyünü olur. Bioloji ata-analar pis ata-ana olur, həmişə deyirəm. Nənə-babalar yaxşı olur. Onda da vurur, sistem pozulur. O gəncin ata-ana hüququnu alırsan. Biz məlumatı veririk. Doğuşdan əvvəl əlbəttə ki, dərin bir seans edə bilmərik. Məlumatı veririk. Qaydalar budur, protokol budur. Amma sizin o yolu gedib getməməniz. Mən həmişə sual verirəm. 9 ay hamiləlik deyirəm, uşaq psixologiyasına bağlı kitab oxuyubsunuz? Xeyr. Bir kitab belə oxumağa səbirləri bəzən çatmır. Oxuyun, araşdırın. Elə bir dövrdə yaşayırıq ki, hər şey, yəni beyinə bura yatırım, bura qədər, burada yatırım lazımdır ki, hazır. Peki o oxumaqdan qorxurlar. Nə barədə məsələn? O məsuliyyəti dərk etməkdən, üzləşməkdən. Bəzən o gənclər qorxur. Yəni ana olmaq istəyən insan sanki anam böyüdüb də, yəni elə də böyüdərəm. Məsəl üçün üzləşir, ondan sonra da onu etməmək məsuliyyəti artıq gəlir. O qorxu üzərinə gəlmiş olur. Məsəl üçün oxuduğu kitablarda yazılır ki, övlada belə davranmaq lazımdır, amma şərait ona əl vermir ki, elə davransın. Bu da biraz stres, yəni faktor əmələ gətirir bəlkə valideynlərdə. O ola bilər. Yəni üzləşməklə qorxmaq və yaxud da ki, sanki görməməzlikdən gəlmək daha rahatdır, daha rahatdır. Ümumiyyətlə xarakter, genetikadır 30%, 30% mühitdir, 30% özünün inkişafıdır. Genetikada nə varsa, mən həmişə deyirəm, atanız və ananız, bizim testimiz var, o testdə sual verilir ki, atanızı, ananızı 3 versiyada dəyərləndirin bizə. Ana kimi, atanızın həyat yoldaşı kimi. Çünki birbaşa ataları ilə anaların münasibəti necə olub, öz evliliklərində də şuurlu olmasalar o səhvləri buraxırlar. Şuurlu olmasalar, bunu xüsusi qeyd edirəm. Və atanızın sosial həyatı. Bizim sosial imicimiz var. Bu ola bilər hər şey qəşəng olar olmağına. Hər birimizin, sizin də övladınız var, mənim də övladım var. Ana imicimiz var və həyat yoldaşı imicimiz var. Bunların birində bir əskiklik varsa, deməli hardasa mən özümlə qarşılaşmaq cəsarəti göstərmirəm. Onlar bir öz ata-analarıyla ittiham etmək məqsədi ilə deyil, fərqindəliklərin artırmaq üçün mən tapşırıq verirəm. Atanızın, ananızın müsbət və mənfi tərəflərini dəyərləndirin. Hamilələrdən izləyənlər olsa, biz bunu niyə edirik? Mən olmadan deyirəm, ego qoymaz bir də mənim yanımda etiraf etsin də. Mən kiminsə atasını və analısını sorğulamaq niyyətində deyiləm. Körpənin atasının, anasının yetərli olmağını istəyirəm. Deyirəm, bir də zəhmət olmasa öz müsbət və mənfi tərəflərinizi yazın uşağın otağına vurun. Burada 2 məqsədim var. Həm cütlüklər bir-birinin mənfi müsbətini bilir. Mən bu gün sizə deyirəm ki, Dilarə xanım, mənim bu əlimdə problem var, dorğuya bilmirəm nə isə. Siz dorğamaq bir şeyə gələndə deyirəm, zəhmət olmasa Dilarə xanım, mənə kömək eləyə bilərsiniz. Biz xarakterimizin də mənfi tərəfə, cütlük tərəfə, partnyora deyəndə artıq bilir ki, bu hissələndə belə davranır. Uşağın otağına niyə vurun deyirəm, 0-6 yaşına qədər. Uşaq oxuya bilmir, ata-ana mənfisinin müsbətini bilir. Çox maraqlıdır. Və bir-birinin mənfi müsbətinin əlbəttə ki, yetişkin qadın və kişidən söhbət gedir də bir-birlərinin üzünə vurmurlar və öz duyğularını kontrol edirlər. Əgər siz bunu etsəz, inanın 6 yaşında sizin uşağınız məktəbə gedəndə nə diqqət əskikliyi olacaq, nə əqli və indi faktorlarından doğulanları kənara qoymaq şərti ilə, nə onda əqli və fiziki qüsuru olacaq, nə də inkişaf ləngiməsi olacaq. O evdə sakitçilik varsa, mühit olduğu yerdə hər şey necə böyüyür? O uşaq niyə böyüməsin? O uşaq niyə inkişaf etməsin? Əslində bizim övladlarımız bir balaca məncə bizdən daha şanslıdırlar. Nə barədə? Ən azından valideynlər indi hal-hazırda müraciət edə bilirlər. Bir psixoloqla oturub danışa, ünsiyyət qura bilirlər. Ən azından daha çox şans var bunu yəni eləmək üçün, nəinki bizim valideynlərimizin zamanında, yəni edə bildiklərini məgər müqayisə eləsək. Bəzən övladlarımız hətta bizim öz psixoloqumuza belə çevrilə bilir. Bilmirəm nə qədər bu məsuliyyəti onların üzərinə ata bilərik, amma bəzən elə bir kəlmə, elə bir söz, elə bir davranışda göstərirlər ki, sanki özünü kənardan izləmiş olursan və deyirsən ki, hansı cəhətlərimi burada düzəltməliyəm, bu xüsusiyyətim daha formalaşmalıdır və s. Biz övladlardan çox şey tələb eləməliyikmi? Yoxsa övladları sərbəst buraxmalıyıq, öz axınlarında sadəcə istiqamət göstərməklə kifayətlənməliyik, yoxsa əgər görürüksə hər hansı bir məsələni, ora birbaşa olaraq müdaxilə eləmək hüququmuz varmı? Yoxsa onların imtahanına mı girilmiş oluruq? Bu biraz çox məndə məsələn bu biraz qarışıq bir hisslər əmələ gətirir.
Bəzən müdaxilə etmək istəyirsən, bəzən boş buraxmaq istəyirsən, bəzən özünü qınayırsan ki, bəlkə boş buraxsam yenə səhv edəcək. Burada valideynlərə nə məsləhət görə bilərsiniz? İlk olaraq 0-18 yaşına qədər övladlar bizə əmanətlər. Tərbiyələri, təhsillərinə istiqamət verməliyik. Mühiti yaradan biz valideynlərik. Valideyn hansı mühiti yaradırsa, uşaq da o mühitdə formalaşır. Mənim həmişə sevdiyim bir söz var. Uşaqlar sözlərlə yox, davranışlarla tərbiyə olunur. Bəli, bəli. İbn Sinanın sözü yəqin ki bilirsiniz. Bəli. Davranışı, mən bugünkü gündə səhv bir davranış edirəm. Elementar bir şey deyim. İstəyirsinizsə yoxlayın. Öz övladlarınızın üstündə bunu yoxlayın. Mən özüm yoxlamışam. Xoşuma da gəlir. Əgər bir ata zibili yerə atırsa, uşaq da zibili yerə atır. Bir ata yolda, xüsusi qeyd edirəm, müəyyən bir müddət məktəb və xəstəxanada işlədiyim üçün oranı da görürdüm, buranı da görürdüm. İki akustikada görəndə insan daha gözəl fərqindədir. Ata nədirsə, ana nədirsə, belə bir xüsusiyyət var. Qızlar ata genetikasını daşıyır, ananın davranışını təkrarlayır. Oğlanlar ana genetikasını daşıyır, atanın davranışını təkrarlayır. 0-18 yaşına qədər biz o mühiti yaratmalıyıq. Öz sərhədlərimizi də bildirməliyik. Mən övladım üçün yaşayıram, hər şey övladım üçün yox. Öz şəxsi sərhədim də var, atanın obrazım da var. Biz onlara qarışaraq yox, mühit yaradaraq və bunu səhv davranış etdi. Səhv və düz kimə və nəyə görədir? Bəlkə bizə görə səhvdir, ona görə düzdür. Genetikası nədir onu öyrənəndir və mühit. Əgər bir uşaq oxumuş bir ailənin uşağıdırsa, əlbəttə ki, mühiti uyğun seçilməsə, o uşaq istər-istəməz marağı ola bilər. O marağı olanda hansı duyğusunu qidalandırır? O uşağı ittiham etmək, danlamaq, üstünə getmək yerinə axşamlar 1-15 dəqiqə mənim həmişə dediyim ailə saatı, 15 dəqiqə vaxt. O ailə saatında ata və ana da olmalıdır. Ümumi danışılmalıdır. Bu mütləq. Bütün ailələrə deyirəm, yarım saat, 15 dəqiqə mütləq ayırın. Gün içində xoş baş verən bir hadisə və pis olan bir hadisə. İlk olaraq ata və ana deyir, özünə marağı olan yox. Müşahidə etdiyi və özünün hiss etdiyi duyğu. Mən falan hadisəni gördüm. Məsələn, yolda bir pişik gördüm. Acıda yemək verdim, ya vermədim, nə hiss etdim, hansı duyğumu. O uşaq da bəlkə o bizim pis baxdığımız davranış, onun sosial məsələn, bəzən müşahidə edirəm, tərbiyə və davranışla böyüyən ailələrin uşaqları gedir, elə bir ortama düşür ki, o bəzi reaksiyalar verir. Baxıram ki, ata və ana da o yoxdur. Mühitin təsiri deyilən bir şey var. Onda uşağın psixologiyası zəif olduğu üçün ora dost qazanmaq istəyir, bilmir nə etsin, davranışını dəyişir. Onun kimi aparmalı. Bəli. Ya davranışını dəyişməlidir, o mühit onu qəbul etsin. Halbuki bunu istəyər yetmir. Ya da asosial adı altında kənara çəkilir ki, mən asosialdım. Məsələn, mən məktəblərə daxil olanda asosial uşaqlar xüsusi diqqətimi çəkirlər. O uşaq niyə asosialdır? Ata-ana ilə maraqlanıram. Biləndə artıq bu uşaq istəmir pis davranış etsin. Bu uşaq istəmir hansısa bir aid olmayan nə etsin? Mühitdir. Mühitə də qazanmalısın. Onlar uşaqlarda da bir qəribə bir bullying, xoş olmayan bullyinglər. Onlar bilmirlər nəyi niyə edirlər. Bu gün ata kimisə danışanda təhqir edirsə, həmin valideynin uşağı da səhər məktəbdə hansısa bir uşağı edir. Bu da gözdən yayındısa artıq biz o mühiti yaratmalıyıq və bunu yaxşı və pis tərəf yox. Bizim tərəfimizdən pisdir, bəlkə onun tərəfindən yaxşıdır. Hansı duyğusu elətdirir? Mən övladımda hansı duyğunu əskiy qoymuşam ki, o onu cəmiyyətdən təsdiq alaraq bunu tamamlayır. Və psixologiyası zəifdirsə, əgər bu gün təsirə düşürsə, və sabah başqa harda təsirə düşə bilər. Öz fikri olmaz, öz yolu olmaz. Hər birimizin fərdi ayrı yolumuz var. Onlar bizə əmanətdirlər 18 yaşına qədər. Mühiti biz yaradırıq, onlar formalaşır. Biz övladlarımızı bəzən qorumaq adı ilə hər şeydən, həm pisdən, nə bilim, pis davranışdan, pis insanlardan qorumağa çalışırıq. Bu bizim təbii instinktimizdir bir ana olaraq, valideyn olaraq. Amma nə qədər qoruya bilərik və qorumağımız doğrudurmu? Hamı steril mühitdə böyüsün, gəlin bir məktəb açaq, hamı eyni psixoloji durumda olsun, hamının ailəsi, hər şey yaxşı olsun və bir məktəb yaradaq, bir sinif yaradaq. Heç məktəb demirəm, yəni o böyük bir şey girmir, amma o məktəbdə, o sinifdə o uşaqlar oxusun. Nə qədər düzgündür bu mühitdə övladlarımızı böyütmək, yoxsa övladlarımız hər şeylə qarşılaşmalıdırlarmı? Hər şeylə qarşılaşmalıdırlar. Biz necə hər insanla qarşılaşırıq, yaxşı və pis deyə mənim şəxsi alanımda yoxdur. Mənə görə yaxşı olan sizə görə pis olar, sizə görə pis olan mənə görə yaxşı ola bilər olmağına. Baxış bucağımızdan. Bəli, insanın müəyyən bir dövrü var. O dövrə çatandan sonra artıq
Hər kəsdə gördüyü yaxşılıq da özündə var, hər kəsdə gördüyü pislik də özündə var. Gəldik övladlarımıza. Biz övladlarımızı hər mühitə buraxmalıyıq. Nə görməlidirlər, müşahidə etməlidirlər. Seçməlidirlər. Mən bunu niyə seçirəm? Amma biz kontrolu buraxıb birbaşa artıq siz hər istədiyiniz sərhədlərimizi də uşaq valideynin sərhəddini bilməlidir. Bu evin qaydaları, mən özüm demişəm, bu evin qaydaları, qanunları, ata ilə mənim qayda qanunu biz, ailədə bizik. Ata, ana, mən, sən yoxdur. Biz belə qərara gəlmişik. O uşaq da özü hər mühitdə olanda özünü tapır. Onun özünün içindəki çölcə tərəfləri, uşaqlar adətən o çölcə tərəflərini biz böyüklərə müqayisədə daha rahat göstərirlər. Mənim mənfi filan davranışım var, bilmir o filan davranışı. Bir də uşaqlarını biz özümüz tərbiyə etmirik. Biz tərbiyə edirik, YouTube tərbiyə edir, dostları tərbiyə edir, mühit tərbiyə edir etməyinə. Hər mühiti görməlidir. Orada bir pis davranışı da etməlidirlər. Pis davranış edəndə onun altında sadəcə hansı duyğusu qidalanır? Valideyn onun fərqində olmalıdır. Mən buradan gözləyim, orada əslində orada o pis davranış dediyimiz dırnaqarası pis davranış, o da hansısa bir ailənin uşağıdır. Bəs o onu hardan öyrənib? Biraz belə kənardan bir baxanda, o da bir uşaqdır. 0-6 yaşda evində müşahidə etdiyi, gördüyü, sonra cəmiyyətə düşür, bağçada gördüyü, məktəbdə gördüyü, eyni bu davranışdan gedir getməyinə. Uşağın seçimin özü. Mən kənardan bir müşahidə edirəm. Mən sən səhv də etsən, bir söz vurğulayıram həmişə. Sevgimiz dəyişilmir. Falan davranış düzgün deyil. Bir sən bu haqqda düşünürsən. Uşağın fikrini soruşanda davranışın analizi ona verirsə o haqqı. Bu ailə saatında olanda, məsələn, ola bilər biz də emosiyalarımızı idarə eləmədiyimiz anlarımız olur. Hirslənirik də, özümüzdən çıxırıq da, ağlayırıq da. Biz uşağı həmişə mükəmməl göstərməməliyik özümüzü. Bizim də problemimiz ola bilər. Amma bu problemin qaynağı onlar olmadığını. Yəni mükəmməl deyə göstərəndə o uşağın da, okey, falan uşaq bu davranış etdi. Sinifdə onsuz da yönləndirəndə, müəllim kənardan baxanda bilir nəyə əsasən edir etməyinə. Sadəcə o uşaqlara düşünməyi yaratmaq. Bir də o övladlarımızın bizə verə biləcəyi suallara hazır olmaq, deyilmi? Məsələn, gördükləri şeyi əgər gəlib anaya, ataya bildirirlərsə, biz nə qədər o suallara cavab verməyə hazırıq. Birinci özümüzə gərək bir baxaq, düzdür? Özümüz görək ki, mənə gəlib bu sualı verəndə mən nə cavab verəcəm övladıma? Ona hazır olmaq. Mən Amerikada bilirsiniz yaşamışam biz bir müddət. Bir dəfə övladım yaxınlaşdı ki, bəs filan uşağın 2 anası var. Və yaxud filan uşağın 2 atası var evdə. İlk anda insan belə biraz qəribə olur. Çünki o suala hazır deyilik ki, o suala nə cavab verəcəm. Amma övlada başa salandan sonra ki, bu cəmiyyət üçün ola bilər bu normal hesab olunsun. Amma bizim cəmiyyətdən, bizim ailədə, bizim böyüdüyümüz mühitdə və Azərbaycan üçün bu normal deyil və bunun sən fərqində olmalısan ki, bu normal deyil. Bu onların seçimidir, bizim seçimimiz fərqlidir. Ölkələr fərqli ola bilər, insanların seçimləri fərqli ola bilər. Yəni müxtəlifliyi övlada belə təqdim edəndə övlad artıq onun içindən doğrunu seçib mənə elə gəlir ki, istiqamətləndiриlə bilir. Amma bəzi suallar var ki, çox çətindir. Mühitin bizə təsir edən bir şey var da, bizim ailələrdə bu normal deyil, onlarda isə bu normaldır. İndi siz biraz həyatınızın elə bir dönəmini yaşayıbsınız ki, həm övladınız az yaşda oranı görüb, həm buranı görüb görməyinə. O mühitdə böyüyən uşaq, onsuz da bir yetişkin obraz, onlar bizdən daha professional formada yetişkin obrazına keçid edirlər. Bir qadın və bir kişinin münasibəti bitibsə, o evliliyi davam elətdirməyi özlərinə rəva bilmirlər. Bizdə isə bitib münasibət, qadın-kişi münasibəti, övladlar üçün özlərini fəda edən analar, hətta övladlar istifadə edən. Siz də bu nə dərəcədə? Məsələn, mən bunu həmişə düşünürəm. Övladı öz boşanmağına, siz olmasaydınız boşanardın və yaxud da ayrılmış qadın və kişinin ikinci etapda çəkdiyi əzab-əziyyətlər var. O mühit var. Bu izah edəndə mühitə uyğun izah etmək var. Biz hara gedirik gedək, bizim bir doğulduğumuz torpaq, yetişdiyimiz bir vətən var. Bunu göstəririk. Onlarda bu normaldır. Bizdə isə bunu normal qarşılamamaq səbəbi odur ki, bizim millət olaraq, xalq olaraq hər bir xalqın özünə məxsus psixoloji vəziyyəti, durumu, genetikası, necə dəyərləri var. Eyni formada da bizim xalqda belədir, budur. Orada elədir, onlara hörmətlə yanaşırıq. Amma bizim seçimimiz o deyil. Onlarda bitib ata-ana münasibəti bitib, qadın-kişi münasibəti bitib. Onlar uşağa bunu daha erkən yaşdan izah edirlər, daha erkən yaşdan, amma ata-ana olaraq qalırlar.
Onun da ayrı partnyoru var, bunun da ayrı partnyoru var. Bizdə bunu sizə biraz əziyyət olur ki, uşaq biraz oranı görüb, biraz da buranı görübdür görməklə. Burada isə daha rahat olmalıdır. Bəs mən həmişə sual verirəm. Yaxşı evdə tanq oynamayan, bir-birinə xoş söz deməyən, ancaq bir-biri ilə dava edən ata-anaların böyütdüyü uşaqların travmaları nə qədər çoxdur. Bu məni daha çox düşündürür. Yeniyetmə dövrünə gəlibdir. Uşaq oxumaq istəmir, özümün кейslərimdən birini deyim. Universitetə hazırlaşmaq istəmirəm. Niyə? Atama acıq. Niyə ataya acıqlıdır? Ana sözün demədiyi üçün, fədakar qadın modeli olduğu üçün atama acıqlıyam, atama hirsliyəm. Kənardan baxırıq bir ailəyə, qadın-kişi münasibəti bitibdir. Uşaqlar üçün davam edən evlilikdir. Nə dərəcədə düzgündür? Yəni kimi aldadırsınız? Ya bir dəfə davam edirsə tam, etmiriksə, o uşağa da dürüstlükdür, bir növ dəyərlərdir, daha düzgün formada aşılanmalıdır. Çünki bitibdir, amma biz sizin atanız və ananız düzdür. Onda da travmalar başlayır. Yeniyetmə dönəmində əgər oğlandısa atasına cəbhə alır mütləq. Natamamlıq. Qızdısa anasına cəbhə alır. Çünki belə bir qızlar ataları ilə daha düşkün olurlar, oğlanlar isə anaları ilə. Yeniyetmə dönəmində elə bir xaos yaradırlar ki, bu zaman yetişkin obrazı hər birinin təməlində nə yatır? Yetişkinlər evlənməlidir. Mən həmişə bu sözü deyirəm. Uşaqlar və yeniyetmələr evlənmirlər. Yetişkinlər evlənirlər. Yetişkinlər ata-ana olurlar. Yetişkin psixologiyasında olmaq ən rahatıdır. Öhdəliyimizi və məsuliyyətimizi götürürük. Biz adi evə bir gül alanda, bir pişik alanda öhdəliyini götürüb biz övlad gətirəndə bəs bunu niyə düşünmürük? Bu övladın öhdəliyi var. Mən dostlarımla əvvəlki kimi görüşə bilməyəcəyəm. Bəzi yerə ailəvi ortamlara gedirəm artıq. Onun zamanı və mənim zamanım var. Uşağımı qoyub həyat yoldaşımla birlikdə getməliyəm. Yetişkin obrazında olan biri bu öhdəlikləri rahat ayırır. Biz indi müdrik qadınlardan nə müzakirə etmək istəyirik daha çox? İş öhdəliyim, ailə öhdəliyim, sosial öhdəliyim. Bunu ayıran olanda artıq mühitə uyğunda ki, siz indi biraz Amerikan keyslərimi bilirəm. Sizə biraz valideyn kimi çətin olub. Amma onsuz da sizin evdə nə görür, onunla da davam edin. Müdrik qadın belə söz birləşməsini belə deyək, istifadə elədiniz. Müdrik olmaq çətin olduğu qədər də məsuliyyət tələb edir. Əgər sən müdrik olmaq yolunda gedirsənsə, müəyyən bir yaşdan sonra bunun məsuliyyətini tam olaraq anlayaraq getməlisən. Çünki çox təəssüfmü deyim, yoxsa bəlkə də o insanı daha müdrik olmağa vadar edir deyim. Cəmiyyət bizdə səhv etməyi bacarmır və səhvi bağışlamır. Əgər səni müdrik olaraq görürlərsə və o səviyyəyə qaldırırsa cəmiyyət, hər hansı bir səhvindən bir andaca, yəni enə bilərsən, yəni o dərəcədən düşə bilərsən. Sanki səhv eləmək hüququndan məhrum olaraq o müdrikliyə çatmış olursan, qurban verirsən, belə deyək, özündən müəyyən bir hissəni. Müdrik qadın obrazını ümumiyyətlə necə təsəvvür edirsiniz? Və niyə bu üzrə məncə təlim sizdə Qadınlar, olmalıdır? sırf ağıllı qadınlarımızın sayını artırmaq məqsədi ilə cəmiyyətimizdə maşallah ağıllı qadınlarımız çoxdur. Müdriklik isə bir daha bir başqa üstündür. Statusdur. Bəli. Statusdur. Bəli. Müdriklik statusdur. Amma mən müdrikliyə artıq elə baxmıram. Səhv etmək yox. Hətta bəzən özüm belə səhvlərimi açıq formada deyirəm. Bu oldu, bu hadisə. Özümü yetərsiz hiss edirəm. Məsələn, övladım xaricdə oxumağa gedib, mən ana kimi yetərsiz hiss edirəm özümü. Bu normal bir şeydir. Mən bunu gizlətmirəm. Ətrafımda müdrik görən qadınlarla paylaşıram. Və yaxud da seminarımda mən analıq duyğumla bacara bilmirəm. Nə olsun, mən klinik psixoloqam, mənim də duyğum var. Boş otaq sindromu yaşayıram. Müdriklik o demək deyil, özümün hər şeyimin mükəmməl tərəfini göstərirəm. Mənim də səhvim var. Ana kimi də səhvim ola bilər, həyat yoldaşı kimi də, sosial iş həyatında da səhvim ola bilər. Bunu cəmiyyətə necə aşılayaq bəs ki, həqiqətən də müəyyən bir statusa malik olan insanlar da insandır və səhv eləmə hüquqları var. Onu sizlər, bizlər aşılamalıyıq. Düzümüzü də göstərməliyik, səhvimizi də. Siz deyirsiniz, qalxdığımız yerdən düşərik. Düşəndə mənim yanımda kimlər var, mənə maraqlıdır. Mən özüm planlı və şuurlu olaraq həyatda düşüş nöqtələri seçirəm. Bunu şuurlu formada edirəm. Niyə? Məqsədim nədir? Ətrafımda görüm kimlər qaldı. Bunu planlı edirəm. Ki, okey, baxdım artıq ətrafımda. Sözdə və əməldə yanımda kimlər var. Seçmək üçün insanları. Axı bir yol bugünkü gündə planlayıramsa, bu yol asan bir yol deyil. Çox doğru. Yaratdığımız yol birbaşa ailələrə, qadınlara, uşaqlara,
Hətta indi biz son zamanlarda kişidən hər şeyi tələb edirik və bu məni də narahat edir. O kişinin də emosional vəziyyəti var. Bəli. İnsan xoşbəxt olduğu yerdən qaçar. Biz bu gün söhbət edirik, bir-birimizə zövq veririk. Bəli. Bitməyini istəmirik. Düşünürəm daha çox mövzuları işıqlandıraq. Sizin kanalı izləyənlər, bizim Diamond-ı izləyənlər. İnsan niyə zövq ala bilmir? Niyə bitir bunları? Müdriklik mükəmməl olmaq demək deyil. O mükəmməliyyətçilik bizə bəzi anlarda lazımdır. Bəzi anlarda biz də öndə olanlar səhvlərini deməli ki, o birilər cəsarət alsın. Ağıllı qadınlar öz şəxsi mənafeyini düşünür, müdrik qadınlar isə Ümumən. bəli. İnsanlığın mənafeyini düşünən qadınlarımız, ölkəmizin, xalqımızın, millətimizin, sonra isə insanlığın. Dünyanın məncə daha çox müdriklərə ehtiyacı var. Ağıllı öz şəxsi mənafeyini düşünür. Ağıllarımız çoxdur. Maşallah. Maşallah. Müdriklik şeyiniz qalxa bilsinlər. Amin. Siz gənc analarla çox ünsiyyətli olursunuz. Az öncə də qeyd etdim. Analarımız ana olduqdan sonra övladlarını sanki birinci yerə qoyurlar və bütün o hisslərini, emosiyalarını, gələcəklərini sırf o övladla bağlayırlar. Bəli. Hətta belə bir deyim var ki, 3 ayına qədər, sonra deyirlər, yox 6 ayına qədər, sonra 9 ay. Bu yavaş-yavaş uzanır. Axırda anlayırsan ki, sənin övladın elə hər zaman övladdır, uşaqdır və sən ona o yöndə də münasibət göstərirsən. Yəni bu bitməz. Qadınlarımız bəzən öz qadınlıqlarını sanki unudurlar ana olandan sonra və həyat yoldaşlarını ikinci plana atırlar, övladı birinci plana qoyurlar, sonra başlayırlar şikayətlənməyə ki, bəs münasibətlərdə pozulmalar oldu. Bunun balansını necə qorumalıdırlar xanımlarımız və nə dərəcədə özlərinə kömək edə bilərlər və nə ilə? Çox gözəl bir mövzuya toxundunuz. Çünki ölkəmizdə ailələrin əziyyət çəkdiyi bir mövzudur. Uşaq olandan sonra emosional bağ o qədər güclü qurulur ki, analıq önə qalxır, qadınlıq tam. Bu zaman isə ailələrdə ilk olan xəyanətin, aldatmanın təməlləri atılır. Çünki kişi psixologiyası rasional varlıqdır. Rahatlıq və komfort axtarır. Axtarmaqda emosional olan qadın psixologiyası isə analığı önə çəkilir. Bir qadının fiziki və psixoloji bərpa müddəti 2 ildir. O qədər həssas olur və itirmə qorxusu olur artıq. Özü uşaq olanda hiss elədiyi duyğuları övladı qucağına alanda da hiss edir. DNA-ları təkrar işə düşür. Başlayır eyni duyğunu təkrar hiss etməyə və bilmir bu hiss etdiyi duyğu anasınındır ya özünündür. Psixoloji olaraq da zəif olduğu üçün üst-üstə gəlir, rahat olmur. Bu zaman qadın həmişə deyirəm, özünüzə bir zaman ayırın, vaxt ayırın. Gün içində 15 dəqiqə, yarım saat, 1 saat sizin bir ana obrazınız var, ən ali, ən gözəl obraz. Amma bununla yanaşı o ana obrazına çatdıran bir qadın obrazınız var. Bəli. Bu qadın obrazında boşluq yaranan kimi o körpəyə də pislik edirsiniz. Özünüzə də pislik edirsiniz və həyat yoldaşınıza da pislik edirsiniz. O körpəyə də sevginizi verirsiniz, bütün duyğular bağlanır. Analarla oğlanların arasında bu daha üstün olur. Oğlan uşağı olanda artıq ana bütün yarım qalan arzuların atasından, qardaşından, yoldaşından ala bilmədiyi diqqətləri o balaca çiyinlərdə yönəlir, emosional qopmurlar. O zaman qadın yenə şuurlu formada 2 il həssas dönəmidir. Biz 2 il ümumiyyətlə mən xüsusi olaraq atalara tapşırıram. Sevginizlə, anlayışınızla, xoş sözünüzlə əzizləyin. O körpə böyüdür. Biz istəyirik ki, bütün xanımlarımız ana südü ilə qidalandırsınlar uşaqların. Ana südü sırf qadının rahatlığına, stressdən uzaq durmağına bağlıdır. Hormonal balansının qorunmasına, bərpasına. Hormonal balansı olmayan qadının südü də olmur olmağına. Əgər ailəsinin o qayğını, diqqəti verirsə, qadın da bir düşünməlidir. Onsuz da qadınların belə bir xüsusiyyəti var. Nə verirsə, mən həmişə deyirəm, artıraraq verir. Nifrət verirsən, daha çox üzərinə qoyub verir. Geri qaytar. Sevgi verirsən, daha çox sevgi. O qədər də həssasdır ki, hormonal balanssızlıq dönəmidir. Biraz dəstək, biraz qayğı, biraz xoş söz. Bu zaman artıqlaması ilə xanım da bir görmür, 2 görmür. Sizə artıq görür də buna doğru bir addımlar atılır. Və qadınlığın balansda saxlamalıdır. Qadın olduğu üçün o körpəsi var. Qadınlığından zövq aldığı üçün. Bizdə biraz toplumda analıq, qadınlıqdan öndə bir toplumuq. Biz bunu paraleldə, daha gözəl formada, biz Möminə xatunlar kimi xanımların yetişdirməsiyik. Burada biraz o qaynanaların məncə üzərinə bir balaca və yaxud anaların, nənələrin deyək də, üzərinə bir balaca məsuliyyət bəlkə qoymaq lazımdır. Nə barədə? O gənc ailələrin erkən o dönəmdəki ana olmuş xanımlara biraz o xanımlıqlarını yaşamaq üçün
müəyyən bir gün ərzində bəlkə 1 saat və yaxud da Bəli. 2 saat o zaman aralığında onlara o zamanı ayırmaq, ən azından öz oğulları üçün, əgər o ana hissinə əgər belə düşünsək, öz oğulları üçün, ailənin gələcəyi üçün, o körpə üçün, Bəli. düzdür, biraz fədakarlıq edib bu 1 saat, 2 saat qızım sən get, özünlə zaman ayır. İstəyirsən gözəllik salonuna get, özünə bir zaman ayır və yaxud da ki, nə bilim, gəzmək istəyirsən, bəlkə hava almaq istəyirsən, idmanla məşğul olmaq istəyirsən, o 2 saatı mən sənə verirəm və sən özünlə məşğul ol. Bəlkə bu məsuliyyəti biraz öz üzərlərinə alanda, tamlıqla yox, tam olanda da biraz orada xaos məncə əmələ gəlir. Çünki analıq rolunu artıq öz üzərlərinə almış olurlar. Amma müəyyən bir müddəti siz dediyiniz kimi 15 dəqiqə, 20 dəqiqə, 30 dəqiqə olsun, 1 saat onu şans vermək. Bəlkə burdan bir mesaj verək analara, nənələrə. Nənələr yemək bişirməklə, dəstək olmaqla dəstəklərini verə bilərlər və mən gənclərə öyrədirəm ki, yaxşı mənada nənələrin necə nənə olmağı. Uşaq bu gün ona əmanətdir, yemək ona əmanətdir. Siz bir yerdə vaxt keçirməyə gedirsiniz. Bir müşahidə edin. Onlar da o nənəlik duyğuları ilə qidalansınlar, baxsınlar çörpəyə. Siz də özünüzə zaman ayırın. Bu gün içində 1 saat olsa daha yaxşı olar. 1 saatdan artıq. Həftədə də belə deyək, yarım gün, 1 gün. Mənim sevdiyim ailə modelləri uşaqla birlikdə əylənən ailə modelləridir. Təcrübəyə də əsasən odur. Orada artıq uşağı götürüb özü əylənməyə gedirsə, uşaq da yanındadırsa, artıq uşağın gözündə ana da bunu onun münasibətinə mane olacaq bir şey deyil. Bəli. Mən özüm davamlı bir şey edirdim. Müəyyən bir günlərdə xüsusi yeməklərə getməyi sevirəm. O günlərə dəyər verdiyim üçün etmirəm. Xoşuma gəlir gedirəm. Uşaqları da yanımızda aparırdıq. Bizə həmişə belə qəribə baxırdı hamı. Mən əvvəllər pis olurdum. Uşaqların balaca olanda pis olurdum ki, bəlkə mən səhv edirəm, bəlkə mən düz etmirəm. Bu gün artıq onlar yeni etmədilər. Mən səhv etmədiyimdən artıq əminəm. Bu hissi çox xanım yaşayıb. Mənim əhatəmdə olan, körpəsi olan, məsələn, xanımlarla biz görüşürdük. Bir xanım bilirdi ki, övladı yeni dünyaya gəlib, götürüb körpəsindən gəlirdi. Bəli. Bəzi indi xanımlar biraz anlaşılmamazlıq olur, narahatlıq olurdu ki, Analığı əskik olan xanımlar belə deyək. O hiss demək ki, doğru bir hiss deyil və onları olduqları kimi qəbullanmaq lazımdır. Yetərsiz ana olduqları üçün həmin xanımı ittiham edirlər ki, sən səhv edirsən. Biz gedirdik, otururduq rahat, hamı stollar baxırdı. Mən narahat olan deyiləm elə bir davranışdan, çünki nə etdiyimin fərqindəyəm. Sonra amma məsuliyyəti dərk eləyərək aparmaq. Əlbəttə də, yəni ətrafı narahat etmək, onlar onu narahat etmirdilər. Onsuz da evdə gördüyü davranışın təkrarı kimi gəlirdi. Sonra artıq bir müddət sonra onların davranışına da keçməyinə. Yəni o uşaq ya da verəndə, məsuliyyəti verəndə, qaynanaya və yaxud da anaya verəndə, etibar edəndə bu evin qaydaları budur. Mən həmişə xanımlara deyirəm ki, siz qaydaları yazırsınız, ayda uşağa bir şey veriləndə anadan soruşum sonra. Çünki o bilməlidir ki, uşaq onun anası nə tapşırıq verib ona əsasən. Biz bunu qarışdıranda sonra xoş olmayan bir mənzərə çıxır. Uşaq nənə ilə qalmaq istəyir. Hər gün uşaqdır, baxırıq, gəlib nənə ilə gəlir. Nənə deyir, heç bir problem yoxdur. Qadının analığına müdaxilə olunubdur. Baxıram, deyirəm, əziz, hörmətli nənə, siz öz şah əsərinizi yetişdiribsiz. Öz oğlunu nəzərdə tuturam və yaxud da öz qızını nəzərdə tuturam. Bu xanımın analığı və yaxud da bu bəyin atalığıdır. Müdaxilə etməyin. Müdaxiləni bizdə biraz sərhədlər çox pozulur deyən. Ona görə deyirəm ki, əvvəldən mən 1-2 saat olmayacağam. Xahiş edirəm mənim körpəmə baxın. Yeməyə dəstək ola bilərlər. Ev işlərinə dəstək ola bilərlər. Bunu da qadını yetərsiz hiss elətdirərək yox. Yetərli hiss elətdirərək. Çünki o ananın həmin zaman psixoloji dəstəyə ehtiyacı var. Bir də bizdə biraz xoş gəlməyən nüansı qeyd etmək istəyirəm. Bizim vaxtımızda belə deyildi. Dəyişilmişik. Bizim vaxtımız deyil. Sizin vaxtınızda başqa şeylər vardı. İndi tamam başqadır. Bəli. Mühitə uyğun uşaqları böyütmək lazımdır. Bəli, yəni başqadır. bu belədir, elədir. Baxırıq, dinləyirik. Əlbəttə ki, böyüklərimizə hörmətimizdən bəzən elə məqam olur ki, mən sərt formada danışıram. O məqamda deyirəm, bəs bunu sizə kim çatdırmalıdır? Axı o xanımın, o bəyin atalığı, analığıdır. Xanımlıqla analığı vəhdətdə aparmaq olar. Qadın psixoloji və fiziki sağlamdırsa və özünə düzgün yatırım edirsə, bölgülərini düzgün edirsə, səhər idman etmək üçün qeyri-adi bir şeyə ehtiyac yoxdur. Gərək insan özünə onu layiq bilə, o seçimlərini doğru eləyə ki, ana öz seçimini düzgün edəndə artıq cəmiyyət də onu sevən insanlar da ona uyğunlaşır. Və yaxud da onun düşüncəsində olan bir müddət sonra xanımlar ətrafında olur. Eynən.
Bir müddət sonra ola bilər bu doğma qan öz mamasına, Qohumlarımız. qaynanasına olmaya bilər. Amma Bəli. onun bir də baxır ki, özü düşüncədə, adətən biz görürük ətrafımızda bir xanımı, bizi bu gün ortaq gətirən nədir? Bu ölkə, bu xalq üçün nəsə etmək istəyirik. Xanımlarımız üçün, ailələrimiz üçün. Eynən. Biz əgər o niyyətdə yola çıxırıqsa ki, bir müddət sonra baxır ki, bunun kimi düşünən başqa biri də var. Deməli bu səhv deyil. Və yaxud da kimisə incitmədən edir. Ki, mən sənin fikrinə hörmətlə yanaşıram, bu davranışı təkrarlaya bilmirəm. Vüsələ xanım, istəmirəm sözümüz, söhbətimiz belə yarımçıq qalsın. Ona görə yekun sualımı vermək istəyirəm. İstəyirəm buna belə ürəklə cavab verəsiniz. Ailə canlı yoxsa canlı ailə? Canlı ailə. Canlı ailədə uşaqlar İlk da dəfədir bu cavabı verirdilər. Bəli. Canlı ailə. Canlı ailədə ata da canlıdır, ana da canlıdır, övladlar da canlıdır, sağlam sərhədlər var. Bizə enerjili, dinamik, hərəkətli insanlar lazımdır. Qayda qanuna tabe olmuş, öz arzularından vaz keçmişlər yox. Canlı ailə olanda artıq evdə hamı canlıdır. Çox gözəl vurğuladınız. Bu cavabı mən də sizlə razıyam. Nəyə görə? Ailə canlı olmaq olar. Amma canlı ailə yoxdursa, faktoru nə qədər fədakar olsan da belə, özünə nə qədər qurban versən də, ailən üçün çalışsan da, o canlılığı qorumaq təəssüflər olsun ki, mümkün olmur və özünü sanki parçalamış olursan. Bəli. Və bütün münasibətlərdə bir addım sən, bir addım o olmalıdır. Əgər o evdə o bitibsə artıq bitməlidir. Amma canlı olanlarda qadın da canlıdır. Düzdür, daha çox qadın bizim cəmiyyətdə qadınların üstünə düşür. İndi özünüz Amerikada gördünüz, onlarda elə deyil. Qadın da canlıdır, kişi də canlıdır, uşaq da canlıdır. Evdə xoşbəxt, deyən, gülən, mən həmişə ailələrə deyirəm ki, ev muzey deyil. Ev sizin xoşbəxt və rahat olduğunuz mühitdir. O evin mətbəxindən xoş iyi gəlirsə, o evdə uşaqlar hiperaktivdirsə, əylənirsə, oynayırsa, bu evdən gözəl nə var? Amma biz və evdə hamı canlı olanda disiplin gözləyirik evdə nəysə. Qayda olmalıdır, o da olmalıdır. Müəyyən bir sərhəd də olmalıdır, yeri də olmalıdır. Çöldə bizim narahat, onsuz da evində yetərincə duyğusunu alan uşaq çöldə çox ağıllı, təmkinli, sərhədlərin birən olur. Uşağın yanında həmişə güclünü oynamamalıyıq. Bizim də özümüzün əvvəl-ruhiyyəmiz olmaya bilər, özümüzü yaxşı hiss elətdirməyə də bilərik. Normal insani hisslərdir. Uşaq bunu görür, hə, okey. Deməli, anam, atam normal olmayanda nə edibsə, mən də onu etməliyəm. Mən gənclərlə işləyəndə bir şey müşahidə edirdim ki, eyni mübarizə metodları ataları, anaları kimidir. Uşaq onu görməlidir. Anam hirslidirsə, okey. Nə etdi? O davranışda artıq onda formalaşır. Onsuz da uşaqlar davranışı görüb təkrarlayırlar. Davamlı olaraq xoşbəxt, elə bir şey yoxdur. O xoşbəxt anların sayını artıran şuurlu insanlar var. Bitdi. Bəli. Biz bugünkü gündə onu şuurlu formada artıra bilirik. Vüsələ xanım, bizim xanımlara, analara, atalara, ailələrə demək istədiyiniz hər hansı bir mesaj varsa, kameraya yönələrək o mesajınızı çatdırın, xahiş edirəm. Layihənizin davamına gəlmək istəyirəm. Çünki bu layihənin ölkəmizə faydası nə qədərdir bilirəm. Güclərimizi birləşdirək davamlı olaraq bunu istəyirəm. Çünki bir baş ağıllıdırsa, beş baş daha ağıllıdır, həmişə düşünmüşəm. Xanımlarımıza, ailələrimizə, qadın və kişi olaraq həmişə deyirəm, sevin, sevilin, bir-birinizə qarşı dürüst olun. Tam-tamına dürüst olun. Uşaqlarınızın genetikanıza arxalanaraq, genetikanızı bir analiz edərək, onların seçimlərinə hörmətlə yanaşın. Onların sizə bir əmanət olduğunu bilin. Təhsili ilə, tərbiyəsi ilə canlı olun, evdə də. Mənfi və müsbətinizi göstərin. Bir-birinizə qarşı həmişə dürüst olun. Dürüstlük və səmimiyyət ən böyük üstünlükdür məncə. Çox sağ olun Vüsələ xanım. Təşəkkür Bugün məni edirəm. burada qonaq etdiyinizə görə, belə gözəl səmimi söhbətinizə görə, limiti keçmək istəmədiyimə görə söhbəti burada yarımçıq qoyuram. Ümid edirəm ki, növbəti bir layihədə də inşallah birlikdəliyimiz davam edəcək. Siz də ailələr üçün çalışırsınız, əlinizdən gələni edirsiniz. Mən əminəm ki, bunu təmənnasız olsa da belə hər zaman etmisiniz və edə də bilirsiniz. Mən də həmçinin bir həkim olaraq, bir qadın olaraq, ana olaraq ailələrin qorunması, ailələrin cəmiyyətimizdə möhkəmlənməsi, daha güclü, daha həm psixoloji, həm mənəvi cəhətdən güclü ailələrin formalaşması üçün bir vətəndaş olaraq əlindən gələni bu qədər edə bilirəmsə, nədən də eləməyim deyə düşünürəm və bundan sonra da inşallah ki, layihələrimdə bunu davam etdirməyi düşünürəm. Təşəkkür edirəm sizə də. Mən sizə təşəkkür Bugünkü layihənin
yenə bir gözəl bir puzzle əlavə olundu Ailəcanlının layihəsinin portretinə. Sizə gələcək işlərinizdə də, layihələrinizdə də uğurlar arzu edirəm. Uğur həmişə sizin olsun. Təşəkkür edirəm. Sağ Təşəkkür olun. edirəm. Bizi izlədiyinizə görə də təşəkkürlər. Sağ olun, görüşərik inşallah.